Böyük qayıdış proqramı çərçivəsində əhalinin mərhələli şəkildə doğma torpaqlarında məskunlaşdırılması davam etdirilir. Bu çərçivədə Zəngilan şəhərinə 5 ailə 26 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 107 ailə olmaqla 453 nəfər yola salınıb. Bu ailələr uzun illər Respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşaraq çətin şəraitdə yaşayıblar. İndi isə onlar tamamilə yenidən qurulmuş, müasir infrastrukturla təmin edilmiş Qarabağda daimi məskunlaşdırılmışlar imkanı əldə ediblər. Vallahi bugün səbirsizliklə gözləyirdim. Şükür bugünə rayonuma qayıtdım. Nə bilim, xeyirli. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şükür o elimiz obamıza qayıdırıq. Nə bilim, 28 yaşımda çıxmışdım. İndi nəvələrimlə, uşaqlarımla çox təəssüf ki, itirdiklərimiz də çox oldu. Onların da yeri görünür, oranı arzulayırdılar, ancaq görmədilər. Mən də bir Cəbrayıllı olaraq bugünkü gündə çox sevincliyəm. Mən Cəbrayıldan çıxanda 14 yaşım var idi. İndi isə 47 yaşındayam. Evlatlarımla qayıdıram ora. İlk öncə Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, ölkə başçımıza can sağlığı versin. Sevincliyəm sadəcə olaraq. 93-cü ildə çıxmışam, 3 nəfərlə çıxmışdım. Şükür Allah'ın bugün qayıdırıq, 4 nəfərlə qayıdırıq. Nə deyim, sevinçliyəm, çox sevinçliyəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah prezidentimizə ömür versin. Onların sayəsində, onların uğuru nəticəsində bugün kəndimizə gedirik. Şükür Allah'a ki gedirik, yaşayacağıq, yaradacağıq. Göründüyü kimi doğma torpaqlarda həyatın yenidən dirçəldilməsi, sosial-iqtisadi canlanmanın təmin olunması və bölgələrin dayanıqlı inkişafının təmin edilməsi sakinlərin bölgəyə qayıdışına ayrıca sevinç bəxş edir. Beləliklə Cəbrayıl və Zəngilana qayıdan hər bir ailədə Qarabağın yenidən dirçəliş salnaməsinin canlı iştirakçısına çevriləcək. Zeynəb Müzəffərli, Ağalar Ağalarov, Real.